Salam əziz izləyicilərim. Bugün sizlərlə Spartak tortun reseptini bölüşəcəm. Çox qəşəng, çox dadlı, azda əriyən yumşaq Spartak tortu alınır. Bizə lazım olan ərzaqlar 4 stəkan 200 ml un, 4 xörək qaşığı kakaonu yaxşıca qarışdırıram. Sonra isə bir qabda 200 qram kərə yağı, 4 xörək qaşığı bal, 1 çay qaşığı sodanı qarışdırıram. Ayrıca bir qabda isə 4 yumurta, 1 stəkan şəkər duzunu qarışdırıram. Sonra isə ballı məhlulu onun üzərinə az-az, yumurtanın üzərinə az-az qarışdırıb atıb qarışdırıram. Sonra da onu da əlavə eləyib xəmir yoğururam. Xəmir çox bərk olmamalıdır, yumşaq xəmir olmalıdır. Məndə 10 gündə aldı. Siz az da eləyə bilərsiniz, çox da eləyə bilərsiniz. Məndə diametri 26 sm idi. Siz diametrinizə görə eləyə bilərsiniz. 180 dərəcədə qızarana kimi bişirirəm. Bütün lavaşları belə bişirdikdən sonra kremi hazırlayıram. Krem, zavarlı krem olur. 3 yumurtanın sarısı, 2 xörək qaşığı arıqlalı nişastası, 2 xörək qaşığı un, 200 qram şəkər tozunu əlavə eləyirəm. 1 litr də süd əlavə eləyib yaxşıca qarışdırıram ki, topa qalmasın. Bişdikdən sonra üstünü bağlayıb soyumaya qoyuram. Bu arada kərə yağını, 200 qram kərə yağını ağarana kimi çalıram. Kremimiz soyuyub, qaşıq əlavə eləyib kremin üstünə, yağın üstünə yaxşıca qarışdırıram. Çox əlavə eləsəz krem çürüyər. Burada biraz diqqətli olun. Sonra isə başlayıram suluyları kremləməyə bir-bir. Bütün tortu bu formada yağdıqdan sonra üstünü bəzəməyə başlayıram. İnanın çox dadlı Spartak tortu alınır. Siz də bu formada eləyib nuş eləyə bilərsiniz. Üstünü istədiyiniz kimi bəzəyə bilərsiniz. Mən ad günü tort olduğu üçün ad gününə özəl hazırladım. Siz üstünə şokolad da tökə bilərsiniz. Əslində olsa Spartak tortun üstünə qara şokolad tökülür həmişə. Amma mən bu formada hazırladım. İnanın çox dadlı, çox yumşaq, azda əriyən tort alınmışdı. Hamının da xoşu gəldi.